Bismillah və salatu və selamu alə Rasulillah. Qardaşlarımızdan bir nəfərə bir ateist belə bir sual verir. Niyə görə dünyada hər şeyi, müasir texnikanı, elmi, yenilikləri və s. bu kimi şeylərin hamısını xristiyanlar edir? Müsəlmanların isə bircə dənə riyaziyyatı var. Onu da inkişaf elətdirən xristiyanlar və ateistlər olub. Və sizə görə bütün dünya müsəlman olmalıdır. Əgər elə olsaydı, dünya inkişaf etməzdi. Və doğrudan da bu suala baxanda, qardaşlar, insan görür ki, bu sualı verənin dünyaya baxış səviyyəsi nə qədər aşağıdır. Və yaxud İslam barədə onun məlumatı nə qədər azdır. Birincisi, onun sualına hissə-hissə toxunağın. Birinci sualında belə buyurur. Dünyada hər şey, müasir texnikanı, elmi, yenilikləri və s. istifadə edən hamısını xristiyanlardır. Məyər bu şey fəxirdirmi? Yəni, təkcə fəxr etmələ, əsas insanın fəxr etdiyi şey, insana nicata aparan şey, insana rahatlıq verən şey budurmu sadəcə? Əlbəttə ki, xeyr. Yəni, şərt sadəcə onu ortaya gətirmək deyil. Şərt əsas insanın yaradılışında olan məqsədi bilməkdir. Bu da insanın Rəbb tərəfindən yaradılmasını bilməsi, bir Rəbb tərəfindən yaradılmış olmasını bilməsi və həmin o tək Rəbbə də, tək Allaha da ibadət etmək məsələsi. Əsas məqsəd budur. Yox, o ki qaldı ki, o dünyavi müasir şeylərin inkişafına bəli, buna insanın çox böyük tələbatı vardır. Amma ondan da böyük tələbatı onun Allaha, Allahın endirdiyi kitablara və onun göndərdiyi elçilərədir. Hətta Allaha, onun göndərdiyi elçilərə, kitablara ehtiyacı sudan, havadan belə çoxdur. Ona görə şərt deyil ki, əsas insan müasir texnika ilə fəxr etsin. Və yenə dedik ki, bu da insan həyatında zəruri bir şeydir. Və qaldı ki, biz müsəlmanlar təmənni edirikmi ki, o şeylər bizim əlimizdə olsun ya yox? Və əlbəttə ki, bunu təmənni edirik. Bəs yaxşı deyirikmi ki, müsəlmanlar buna daha layiqdir və daha haqlıdır? Xristiyanlar və ateistlərdən deyirik, bəli, müsəlmanlar buna daha haqlı və daha layiqdirlər. Bəs yaxşı, onda növbəti sual yaranır ki, o zaman nədən dolayı bu kimi şeylər müsəlmanların əlində deyil, qeyri-müsəlmanların əlindədir? Ona belə cavab veririk. Çünki müsəlman onu gözəl bilir ki, öz kitabını oxuduqdan sonra, öz Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmin hədislərinə qulaq asdıqdan sonra bilir ki, müsəlmanın izzəti, şanı, şöhrəti, onun şövkəti yalnız və yalnız dininə dayanmaqdadır. Müsəlman ki, dinindən uzaqlaşdısa və onu zillət gözləyir. Və bəli, qardaşlar, onu zillətə salan əsas səbəblərdən də biri, daha doğrusu onun zillətdə qalmasına əsas səbəblərdən də biri odur ki, bu kimi texnika, elmdən və bu kimi faydalı şeylərdən ki, hansı ki, insan dünyasında fayda verir, onun uzaq düşməsi. Və ona görə də Allah subhanahu wa ta'ala bugünkü müsəlmanların öz dinlərini tərk etdiyindən dolayı Allah azze və cəllə də onların şanın, şöhrətin və şövkətin azaldıb, zəiflətmişdir. Və ona görə də onların əlindən alıb qeyrisinə vermişdir. Hansı ki, onların böyük əksəriyyətinin əsası və təməli müsəlmanlarda olmuşdur. Və sonra sualına belə davam edir ki, müsəlmanların isə bircə riyaziyyatı var, onu da inkişaf etdirən xristiyanlar və ya ateistlər olub. Birincisi tək riyaziyyat deyil, müsəlmanlar bir çox elmin təməlini qoyub və yaxud onu inkişaf etdirmişlər. Hicri tarixin 3-cü, 4-cü, 5-ci, 6-cı bu əsrlərinə baxanda görərik ki, tibb elmi, kainat elmi, yəni qalaktikalarla, ulduzlarla baxma, bu kimi elmlər müsəlmanların arasında nə qədər böyük inkişaf etmişdir. Və sadəcə yenə də qayıdırıq əvvəlki səbəbə,
O zamanki müsəlmanlar biri-biri arasında ixtilafa düşdülər. Saf səhabələrin daşıdığı mənhəci tərk etdilər və xüsusən də Allahın ad və sifət məsələlərində və s. əqidə məsələlərində ixtilafa düşdülər. Cürbəcür təriqətlər çıxdı. Hansı ki, bunlar baş vermişdi 3-cü əsrdə, hicrətin 3-cü əsrində əsas qızışdı bu məsələlər. 2-ci əsrdə başladı, 3-cü əsrdə qızışdı və artıq özünə formalaşıb yer aldı. Və bundan dolayı da artıq İslam zəifləməyə doğru getdi. Və buna baxmayaraq Allaha həmd olsun ki, daima haqq üzərində gedən bir tayfa var və onlar haqq üzrə qiyamətə qədər də davam edəcəklər. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm bu barədə xəbər vermişdir və heç kəs də onlara zərər toxundura bilməyəcəkdir. Və sonra sualına belə davam edir ki, sizə görə bütün dünya müsəlman olmalıdır. Əgər elə olsaydı, dünya inkişaf etməzdi. Əsla bu belə deyil. Əsla bu belə deyil. Çünki bu sualı verən adam sadəcə ərəblərə baxır. Sadəcə ərəblərə baxmaq lazım deyil, müsəlmanlara baxmaq lazımdır. O zaman bir baxsaq ki, Malaziyada, həmçinin Türkiyədə və başqa bir neçə müsəlman ölkələrində müsəlmanların inkişafına və o zaman görərik ki, doğrudan da müsəlmanların içində bu günə qədər də həmin o dünyavi elmləri inkişaf etdirən və o elmlərdə yüksək dərəcələrə və nailiyyətlərə çatmış insanlar vardır, hansı ki, İslam dininə mənsubdurlar. Və həmçinin də o demək deyil ki, və sonra sualına belə davam edir ki, əgər elə olsaydı dünya inkişaf etməzdi. Məyər müsəlmanlar, qeyri-müsəlmanları hansı ki, o yüksək səviyyədə doğrudan dünyavi elmlərə malikdirlər, onları müsəlmanlar İslama dəvət edəndə məyər deyirlər ki, elmi tərk edin və yaxud İslam onları məcbur edir ki, həmin o elmi tərk etsinlər. Əsla belə deyil. Əsla belə deyil. Əslində, İslam daha da təşviq edir ki, İnsan neynəsin? Həmin o dünyavi elmləri öyrənsin. Və xüsusən də bu dövrdə müsəlmanların ehtiyacı başqalarından daha çoxdur həmin o dünyavi elmlərə. Hansı ki, dünyanın bir çox yerlərində yaşayan müsəlmanlar, qeyri-müsəlmanlar tərəfindən zülümlərə və işğallara məruz qalıblar. Və sözsüz ki, müsəlmanların əlində həmin o güc-qüvvət olsa və ən birinci də Allahın zəfəri və sözsüz ki, müsəlmanlar bu kimi sıxıntılara düşməzdilər. Ancaq yenə də deyirik ki, müsəlmanların bu və digər yöndən zəifləmələri onların ən birinci öz əqidələrin, öz dinlərin tərk etmələridir. Çünki İslamın gəlişində ən əsas məqsəd La iləhə illallah kəlməsidir. Tək olan Allaha ibadət etmək. Və müsəlmanlar bu günləri bir çox yerlərdə heç kimə gizlin deyil ki, Allahla yanaşı qeyrilərinə dualar edirlər, nəzirlər edirlər, qurbanlar kəsirlər və sözsüz ki, bu səbəbdir ki, müsəlmanların zəifləməsinə. Əslində, İslam heç də dünyavi elmlərdən çəkindirmir, əksinə buna sövq edir və təşviq edir. Və eləcə də həmin o insanlar ki, var ki, o dünyavi elmlərə malikdirlər, onları İslama tək özlərin deyil, həmin o elmləri ilə birlikdə dəvət edir. Necə ki, o zaman Rasulullah sallallahu aleyhi və səlləm Xalid ibn Validə dedi ki, İslamın hələ sənin qılıncına ehtiyacı olacaqdır. O zaman ki, Xalid ibn Valid İslamı qəbul etdi, hansı ki, böyük şücaətli döyüşçülərdəndir. Yəni, İslam sadəcə insanın özünü cəlb etmir. İslam insanları və onlar nəyə malikdirsə, onun hamısını çağırır ki, bütün xidmət, güc, hamısı İslam dininə sərf olsun və müsəlmanların və İslamın xeyrinə. Və doğrudan da belə olsa, nə torpaqlarımız işğal olar, nə də özümüz zəifləşib, aciz qalmazdıq. Və doğrusunu Allah bilir. Və subhanəkə Allahümmə və bihəmdik və əşhədü ən la iləhə illə ənt və əstəğfirukə və ətubu ileyh. İxlasla.com saytı tərəfindən təqdim olundu.